Salam uşaqlar, topludan əvəzliyin izahına baxırıq. Negative pronouns izaha baxırıq. Uşaqlar, birinci testdə everydən sonra of işlətmirik. Ona görə də every of ilə işlənməz deyə səhvdir. Each has ilə uzlaşır, yəni tək xəbər istəyir. Ancaq some, both və all have istəyir. Has istəmir, cəm xəbər istəyirlər. İkinci testimizdə də eyni qaydada every of ilə işlənmir. All, some, both isə cəm xəbər istəyir. Yəni were istəyir. Was istəmir. Cavab olur B variantı. Üçüncü testimizdə xəbərimiz are'dır və of'umuz var. Every'ni yenə də of ilə işlətmirik. Every olan variantları çıxırıq. Everyone da of ilə işlənmir. Törəmələrin heç birisini of ilə işlətmirik. Cavab olur 1, 2, 4. Dördüncü testimizə baxırıq. Of var yenə də və 7 boys var, goes var. Goes o deməkdir ki, go cəm xəbərdir, goes tək xəbərdir. Xəbər es qəbul edərkən təkdədir. İsim es qəbul edərkən cəmdədir. Və tək xəbər olduğu üçün all, some, both uzlaşmır. Every'ni of ilə işlətmirik. 4-də cavab olur D variantı. Beşinci testimizə baxırıq. Xəbərimiz are'dır, cəm xəbərdir. 2, 4, D variantı. 6-cı sualımıza baxırıq. Xəbərimiz are'dır, cəm xəbər 3, 4, E variantı. 7-ci sualımıza baxırıq. Xəbərimiz was'dur və one var. These, those-dan sonra one yox, cəm gəlməlidir. Others'dən sonra isim gəlmir. Others digərləri deməkdir. Azə dəqiq demək, Azə one deyə bilmirik. The Azə one məsələn deyə bilərdik. Götürürük. Each, one, was, torn. Hər biri cırılmışdı. She doesn't know about him. Doesn't know inkardadır. İnkardan sonraya biz some və ikinci inkar qoymuruq. Bir cümlədə bir inkar olur. Ona görə ikinci inkarı və some'ı silirik. Cavab olur 1, 3, A variantı. 9-cu suala baxırıq. We must respect rights. Uşaqlar, biz bir-birimizin hüquqlarına hörmət etməliyik. Biz bir-birimizin hüquqlarına hörmət etməliyik. Yəlik hal lazımdır. Yəlik hal isə Y variantındadır. Çünki apostrof S-lə iç azə, one and azəni apostrof S-lə yəlik hala salırıq. There is interesting to read at home. There is demək, evdə oxumağa nəsə yox idi və mən kitabxanaya getməli oldum. Kitabxanaya getməli oldumsa, deməli evdə oxumağa heç nə yox imiş. Mən də kitabxanaya getməli olmuşam. I felt so lonely. Mən çox tənha hiss etdim. Deməli danışmağa heç kəs yox idi. Nobody to speak. Heç kəs yox idi. Mən də tənha hiss etdim. Of ilə biz every'ni işlətmirik. Now S qəbul edib təkdədir. Tək xəbərlə uzlaşan isə each'dir. Yenə believes tək xəbərdir. Tək xəbərlə uzlaşan each'dir. 14-cü suala baxırıq. Not students. Ənazədən sonra demək students gəlmir. Each, Ayzə, every. Bunlar isə tək sayla təqsimdə uzlaşır. Cavab olur all Z. 15-ci suala baxırıq. 15-ci sualda each of the words sözlərin hər biri deyərdik. Every of ilə işlənmir. Cavab olur no word, no words, each word 1, 2, 4. 16-cı suala baxırıq. Both of the dictionaries. Both'dan sonra cəm olardı. Biri çıxırıq. Every of demirik. Cavab olur 2, 3, 4. 17-ci suala baxırıq. There are 5 flats. Of ifadəsi və has var. Tək xəbər var və of var. Ona görə də cavab olur each. 18-ci suala baxırıq. Yenə of var və has var. Cavab olur each. Çünki some, both, all cəm xəbərdir. Every isə of ilə işlənmir. Yenə cəm xəbər və of var. Every'ni çıxırıq of'a görə. Cəm xəbər olduğu üçün bu dəfə both götürürük. Çünki cəm xəbərlə both işlədirik biz. We got 2 packages and of them were from Nick. Deyir ki, biz 2 dənə bağlama aldıq və onların neither of them, heç biri, neither desək were olmazdı. Both of them ola bilər, cəm xəbər, hər ikisi were olduğu üçün both qoyuruq. 21-ə baxırıq. The Pacific Ocean contains more water than the other seas and oceans put together. Demək, each'dən sonra cəm götürmürük. Every'dən sonra da cəm götürmürük. Enini qoymaq üçün cümlə inkarda olmalıdır. All qoya bilərik. Some mənaca uyğun gəlmir.
The students were-dür, cəm xəbərlə uzlaşan. Everybody-dir, each-dir, students olmur. Everybody-dən sonra ümumiyyətcə isim gəlmir. 4-ü çıxırıq. Each-dən sonra student olur, sayılan təksim olur. Ona görə də cavab olur 1, 5. Some Z də demir, ona görə cavab olur 1, 5. 23-cü suala baxırıq. They couldn't answer questions. They couldn't answer artıq inkardadır cümlə. Cümlə inkardadırsa, həmin cümləyə something qoymuruq. İkinci bir inkar no da qoymuruq. Ənazədən sonra tək isim gəlir. Any questions ya da anything questions deyəcək. Anythingdən sonra isim gəlmir. Cavab olur any questions. He couldn't find mistakes. Couldn't inkardadır uşaqlar. İnkardan sonraya biz something və no-vanı qoymuruq. Ənazədən sonra cəm gəlmir. Any düzgündür. Anythingdən sonra isə isim gəlməz. Mistakes isimdir burada. It was dark and she didn't see. Qaranlıq idi və o heç bu təsdiqləri və inkara çıxırıq. Bunlar cavab qalır Y variantı. Yəni, inkardan sonra didn't var, inkar var. İnkardan sonra some və onun törəmələri gələ bilməz. İkinci bir inkar gələ bilməz. Cavab olur Y variantı. 26-ya baxırıq. I can't tell you. Cümlə artıq inkardadır. İkinci bir inkar olmaz. A və C çıxdı. Cümlədə something təsdiq cümlələrdə olur. I can't tell you anything. İnkardan sonra biz anything işlədirik. Every isə bura uyğun gəlmir məna olaraq. Steve knows about horses. Steve bilir atlar haqqında. Uşaqlar, anybody-ni biz any'ni inkar cümlələrinə qoyuruq. Və every və no-nun mənası buraya uyğun gəlmir. Steve everything, hər şeyi bilir. Düzgün gəlir. Məna olaraq Steve bilir everything, hər şeyi. Every hər deməkdir. No ilə every-ni bura qoyduqda məna alınmır. Workers in the company were English. Uşaqlar, somebody-dən sonra isim gəlmir. Workers gəlməz. Nobody-dən sonra workers gəlməz. Each ilə every-dən sonra gəlməz. Some, cəm isim gəlməz. Some isə düzgün cavabdır. 29-a baxırıq. Boys in our class can speak 2 foreign languages. Uşaqlar, anybody, anyone, somebody, nobody törəmədir. Törəmələrdən sonra isim gəlmir. İçdən sonra tək xəbər gəlir. Cavab olur Y variantı. Can you give me a book to read? Uşaqlar, ənazə, sən mənə deyir ki, kitab verə bilərsən. Azır S qəbul edənlər simləşib, onlardan sonra book gəlmir, isim gəlmir. Bossdan sonra cəm isim gəlir. Sən mənə başqa bir kitab verə bilərsənmi, oxuyum. Ənazə düzdür. All düz deyil, cəm isim gəlir. Sayılan cəm isim. Give me pencil. This one is broken. Give me. Bossdan sonra cəm xəbər gəlir. Others'dan sonra tək ümumiyyətcə isim gəlmir. Ondan sonra cəm gəlir. Cavab olur B variantı. Chairs cəmdədir. Aren't inkardır. İnkardan sonra bir dənə də inkar və some bir dənə də inkar gəlməz deyə D variantını çıxırıq. Anythingdən sonra isim gəlməz, somethingdən sonra isim gəlməz, some həm də inkar cümlələrdə olmaz. Everydən sonra cəm isim gəlməz, cavab olur Y variantı. 33-ə baxırıq, cümləmiz inkardadır. İnkardan sonra bir dənə də inkar olmaz. Time isim gəlib, something, anythingdən sonra isim gəlməz və ənazədə sayılan tək isim gələrdi, time gəlməz, cavab olur B variantı. Student sözü cəmdədir 34-də. Student sözü somebody, nobody törəmədir. Törəmələrdən sonra student sözü gəlməz, each və everydən sonra cəm isim gəlməz, cavab olur A variantı. 35-də turistlər sözü cəmdədir. İçdən və everydən sonra cəm isim gəlmir, somebody, nobodydən sonra ümumiyyətcə isim gəlmir, cavab olur B variantı. 36-da message isimdir. Anything, something, nothingdən sonra isim gəlməz. Çünki onlar törəmədir. I got, bossdan sonra cəm isim gələrdi. Cavab olur D variantı. 37-yə baxırıq. Cümləmiz inkardadır. İnkardan sonra bir dənə də inkar olmaz. İnkardan sonra something olmaz. Bir dənə də inkar olmaz. Anything, bread də deyə bilmirik. Çünki ondan sonra isim gəlmir. Cavab olur any. 38-ci suala baxırıq. Couldn't cümləmiz inkardadır. İnkardan sonra some və no olmaz. Cavab olur C variantı. We visited museums in Madrid. Museums sözünə baxırıq.
cəmdədir. A lot of-u yoxdur, səhvdir. A lot of museums olardı. Much sayılmayan isimlərlədir. Every tək isimlərlədir. A little da sayılmayan isimlərlədir. Cavab olur E variantı. Trees sözü cəmdədir 40-da. A lot-un of-u yoxdur, səhvdir. Much sayılmayan isimlərlədir. Every'dən sonra tək isim gəlir. A little-dan sonra isə sayılmayan isim gəlir. Cavab olur 40-da E variantı. 41'ə baxırıq. There wasn't cheese on the plate. Uşaqlar, cümlə inkardadır. İkinci bir inkar sözü olmaz. Some olmaz. Cavab olur A variantı. Cümlə yenə də inkardadır. İnkardan sonra some olmaz. İkinci bir inkar da olmaz deyə cavab olur E variantı. Yenə baxırıq 43'ə. Do you know who has seen the accident? Uşaqlar, do you know who has seen sən bilirsən ki, kimisə anyone sual cümləsində biz in işlədirik, yəni somebody-ni işlətmirik. Sən elə bir adam bilirsən ki, qəzanı görsün. Cavab olur E variantı. When Jim entered the room, was there. Jim otağa daxil olanda orada nobody was there. Heç kim yox idi. Digərləri məna olaraq yarımçıq qalır. Bizim nə? Məsələn, bizim sözündən sonra isim olmalıdır. Every, hər deməkdir. Hər bura məna olaraq uyğun gəlmir. Ya onların da məna olaraq uyğun gəlmir. 45'ə baxırıq. I know in his town. Mən deyir ki, bu şəhərdə in this town. Bu şəhərdə mən no məna olaraq uyğun gəlmir. Heç kimi bilmirəm deyir, tanımıram deyir. I usually go to cinema times if a week. Həftədə bir neçə dəfə gedirəm. A few times. Father has given Tom money. Money sayılmayan isimdir. Sayılmayan isimdən biz samı işlədə bilirik. Digərləri sayılan isimlərlə işlənir. Elotun isə of-u yoxdur. 48'ə baxırıq. Are cəm xəbərdir. Every-ni of-la işlətmirik. Somebody-ni of-la işlətmirik. Və cəm xəbər olduğu üçün ol götürürük. Of, them, were, every-ni of ilə işlətmirik. Cəm xəbər olduğu üçün both götürürük. 50'yə baxırıq. There are people. People sözü sayılan cəm isimdir. Much sayılmır. İçdən sonra tək isim gəlir. A lot-un of-u yoxdur. A little sayılmayan isimlərlədir. Cavab olur a lot of. Advertisement sözü cəmdədir. Cəmdə olan ismin qabağına a lot of-u yaza bilərik. Amma a little-ı, much-ı, içi yaza bilmərik. A lot-un isə of-u yoxdur. Ona görə cavab olur C variantı. 52'yə baxırıq. Many sözü sayılmır. Few, many, a few sayılan cəm isimlərlə işlənir. A lot-un of-u yoxdur. Much isə doğrudur. 53-cü suala baxırıq. Work sözünə baxırıq. Uşaqlar, a few, many sayılan cəm isimlərlə işlənir. A lot-un of-u yoxdur. Cavab olur C variantı. 54-cü suala baxırıq. Cümlə inkardadır. İnkardan sonra daha bir inkar və some olmur inkar cümlələrdə. Cavab olur D variantı. Children sözü somebody və everybody törəmədir. Törəmədən sonra children gəlmir. İç və everydən sonra cəm isim gəlmir. Cavab olur C variantı. 56-cı sualda student sözü cəmdədir və cəm xəbərimiz var. Everybody, somebody tək xəbər istəyir, olmaz. İç və every tək isim istəyir, ol düzgün cavabdır. 57-ci sualda I see on the snow but I don't know what is it. Mən deyir qarda nəsə görürəm, amma bilmirəm ki, o nədir. Anybody-ni qoymaq üçün cümlə inkarda olmalıydı. No, any, every-nin isə mənası uyğun gəlmir, fikir yarımçıq qalır. 58'ə baxırıq. He has in his hand but I don't know what is it. Onun əlində nəsə var, amma bilmirəm o nədir. Ona görə də anybody-ni qoymaq üçün cümlə anybody inkardan sonraya qoymalıydı. Bu isə inkara qədərki hissədir. Cavab olur A variantı. Salt sözünə baxırıq. Sayılmayan isimdir. Many, few sayılan cəm isimlərlə işlənir. A lot-un isə of-u yoxdur. Cavab olur D variantı. 60'a baxırıq. I had to go to the cinema by myself because couldn't go with me. Mən sinemaya by myself tək başıma getməli oldum. Çünki heç kim mənlə gedə bilmədi deyə tək başıma getdim. By myself tək başıma deməkdir. Öz-özümə. Tək başıma. I had to look after my little brother because there was to take care of him. Mən deyir ki, balaca qardaşımın qayğısına qalmalı oldum. Çünki heç kim yox idi. Onun qayğısına qalmağa. Mən qalmalı oldum. Çünki heç kim yox idi. Nobody to take care of him. Do you have brothers or sisters? Uşaqlar, yours'dan sonra isim gəlməz. Somebody, nobody, anybody'dən sonra isim gəlməz. Cavab olur D variantı. Relatives isimdir. Yourself, yours'dan sonra isim gəlmir. Bu birisi törəmələrdir. Anybody, nobody, somebody törəmədir. Törəmələrdən sonra isim gəlmir. Cavab olur 63'də A variantı. 64'də baxırıq. We must know about the history of our country. Biz ölkəmizin tarixi haqqında hər şeyi bilməliyik.
anything-i qoya bilmirik. Buraya anything ya everything qoymalısan. Digərlərin mənası uymur. Anything-dən everything-dən də anything-i qoymaq üçün inkar cümləsi olmalıydı. İnkardan sonraya anything qoymalıydıq. Ona görə də yoxdur deyə cavab olur Y variantı. 49-a 65-ə baxırıq. Good morning children. Salam uşaqlar. Does want to go to the museum. Deyir ki, salam uşaqlar, kimsə muzeyə getmək istəyirmi? Sual cümləsi olduğu üçün anybody-ni qoya bilirik. Artıq suala və inkara biz any və onun tərəmələrini qoyuruq. Were cəm xəbərdir deyə all. Were cəm xəbərdir deyə all qoyuruq. 68-də Nelly has problem deyir. Uşaqlar, elotun ofu yoxdur. Ona görə bu variantı götürmürük. Və few'dan sonra sayılan cəmsim, few'dan sonra sayılan cəmsim, many'dən sonra da cəmsim olmalıydı. Cavab olur B variantı. Time sözünə baxırıq. Few, few, many sayılan cəmsimlərlə işlənir. Elotun ofu yoxdur. Cavab olur A. 70-ci suala baxırıq. Mənə deyir ki, tell us something about your plans. Planların haqqında mənə nəsə danış. 71-ci suala baxırıq. People sözü cəmdədir və isimdir. Anybody'dən, somebody'dən, nobody'dən sonra isim gəlmir. Every'dən sonra tək isim gəlir. Cavab olur D variantı. Sual cümləsi olduğu üçün any sualda və inkarda işləndiyi üçün cavab düzdür. I don't have information about this tower. Mənim bu information sözü gəlib isimdir. Anything'dən, nothing'dən, something'dən sonra isim gəlməz. Cümlədə don't var, ikinci bir inkar da gəlməz. Cavab olur A variantı. Subject sözü 73-də isimdir. Others'dan sonra isim gəlməz. Many'dən, both'dan və all'dan sonra cəm isim gəlir. Cavab olur B variantı. Çünki subject təkdədir və içdən sonra subject qoymaq olur. Country sözü təkdədir. Others'dan sonra ümumiyyətcə isim gəlmir. Every düzdür. Both, many, all isə cəm isimlərlə işlənir. 75-ə baxırıq. Did find the keys yesterday. Kimsə, did anyone find the keys yesterday? Sual cümləsində anyone işlənir. Samı qoymuruq sual cümlələrinə. Deyir ki, kimsə dünən açarları tapdı mı? Cavab olur D variantı. 76-cı suala baxırıq. There was not in the box. When I opened, was not. Cümlə inkardadır. İnkardan sonra ikinci bir inkar olmur. Və inkardan sonra some da olmur. Cavab olur D variantı. 77-yə baxırıq. Cümlədə inkar var. İnkardan sonra some və no işlənmir. Cavab olur A variantı. 78-ə baxırıq. Cümlə inkardadır. İnkardan sonra no və some olmur. Cavab olur A variantı. 79-cu sualda of var. Every'ni of ilə işlətmirik. Xəbərimiz isə təkdir. Many, both, all cəm xəbərlərdir. Cavab olur B variantı. 80-ci suala baxırıq. Cümlə inkardadır. İnkardan sonra ikinci inkar və some olmur. Ona görə də ikinci inkarları C və D-ni və samı çıxırıq. Və anything-dən sonra da news ismi gəlmir. Çünki anything törəmədir. Törəmələrdən sonra isim gəlmədiyi üçün cavab olur 80-də A variantı. I know about the accident. Mən deyir, qəza haqqında hər şeyi bilirəm. Cavab olur D variantı. Everything digərlərinin mənası uyğun gəlmir. Mən qəza haqqında hər şeyi bilirəm. People sözü cəmdədir. Were xəbər cəmdədir. Cəmsim cəm xəbər istəyən oldu. Digərləri elotun ofu yoxdur. A little, iç, much. A little-la much sayılmayan isim istəyir. İç isə sayılan tək isim istəyir. Of was. Demək, xəbərimiz tək olduğu üçün olub, bosu çıxırıq artıq cavablardan. 1 və 4-ü cavab olur 2, 3, 5. 84-də baxırıq. Congratulated me on my success and I was disappointed. Mən deyir ki, məyus idim. Məyus idim çünki heç kim məni təbrik eləməmişdi uğuruma görə. 85-də xoşbəxtlikdən of my friends. Mənim dostlarım was'dur uşaqlar. Was'dursa oldu. Both deyil burada. Some deyil burada. Every of nə işlənmir? Cavab olur B variantı. 86-ya baxırıq. Were cəm xəbərdir. Of var. Every-ni of-la işlətmirik. Somebody-ni of-la işlətmirik. Cəm xəbər olduğu üçün 2 və everyone da çıxdıqda cavab olur B variantı. 87-yə baxırıq. Yenə cəm xəbərdir və of var. Everyone-la, every, of-la işlənmir. Everyone törəmədir. Törəmələr of-la işlənmir. Every də of-la işlənmir deyə cavab olur 1, 2, 3, B variantı. 88-ə baxırıq. 88-də has tək xəbərdir. Tək xəbərlə üzr istəyirəm. Has to-dur bu. Modal feildir. Has to think well before making decision. Hamı deyir ki, yaxşı düşünməlidir. Burada think-ə baxırıq. Has to-ya yox. Has to modal feildir. Cəm xəbər olduğu üçün 3 və 4 B variantı. Places sözü cəmdə olan isimdir. Each, every deyir məndən sonra tək qoy. Ayza deyir məndən sonra tək isim qoy. Ona görə cavab olur C variantı. 90-a baxırıq. Sides gəlib uşaqlar. Sides
cəmdədir. Ənazədən sonra içdən, everydən, ayzədən sonra tək olur. Ona görə cavab olur 90-da A variantı. Sides yenə tək cəmdədir. Cəmdə olanla işlənə bilən bossdur. Digərləri tək isim istəyir. 92-yə baxırıq. Of the participants. Ofla cəm və tək xəbərlə işlənən lazımdır bizə. Boss, some cəm xəbərlərlə işlənir. Every, ofla işləm, every yoxdur burada heç. Deməli, cavab olur 1, 4, 5. 1, 4, 5 C variantı. Burada everyone əgər bitişik olsaydı ofla işlənə bilməyəcəkdir. Amma bitişik deyil. Ona görə cavab olur 1, 4, 5, 92-də. 93-ə baxırıq. Yenə of var və has tək xəbər var. Boss və olu samı tək xəbərə görə çıxırıq. Cavab olur 1, 3 D variantı. Can of you offer. Aha, offer var. Bundan əlavə anyone və anybody'dən sonra of gəlmir deyə variantlardan çıxırıq. Place isimdir. İsim anything'dən sonra isim gəlmir. Törəmələrdən sonra isim gəlmir. Törəmələrdən sonra of gəlmir deyə bütün variantlar çıxır. Cavab olur Y variantı. 95-ci suala baxaq. Can of you help me? Deyir ki, somebody, anybody, anyone, somebody. Bunların heç birindən sonra of gəlmir. Ona görə cavab olur E variantı. 96-ya baxırıq. 96-da uşaqlar all'dan sonra was gəlmir. Daha doğrusu all əgər hamı kimi tərcümə olunursa were olmalıdır. Hər şey kimi tərcümə olunursa was olmalıdır. Deyir ki, biz içəri girəndə hamı ya da heç kim stolda değildi. Was eating. Hamıdır deyə buradakı all'ları çıxırıq. Everybody was at the table but nobody was eating. Bu düzgün olur. Biz içəri girəndə hamı stoldaydı amma heç kim yemirdi. Çünki heç kim all deyib was demək olmaz. All deyib were deyə bilərik. Ona görə insanı bildirdiyi üçün B variantı. Yenə deyirəm, all həm hamı deməkdir, həm hər şey. Hər şey deyəndə was qoyuruq, hamı deyəndə were qoyuruq. Burada hamı kimi tərcümə olur. Biz içəri girəndə hamı stoldaydı amma heç kim yemirdi. Hamı stoldaydı amma heç kim yemirdi. All burada hamı olduğu üçün hamı kimi biz ondan sonra were qoymalıyıq. Yəni bütün variantlardan çıxırıq. 97-yə baxırıq. Nobody'dən, uşaqlar everybody'dən sonra were gəlmir. Törəmədir. Törəmədən sonra were gəlmir. Və ikinci tərəfdə də every was eager. Məsələn, bunun nə mənası var? Heç bir mənası yoxdur. Deyir ki, some ya da all were present but all was eager to speak. Hamı mənasında oldan sonra was olmuş. Cavab olur C variantı. Of-la işlənə bilməyənləri çıxaq avtomatik. Every və törəmələri everybody, somebody of-la işlənmir. Them tried to explain everything, hər şeyi aydın izah etmək. Every demək olmur burada. Blame Jack because he was not guilty. Onun günahı yox idi, onda onu heç kim günahlandırmadı. Çünki onun günahı yox idi. Of-la işlənə bilməyəni burada yoxdur. Monuments in this city were-dir uşaqlar xəbərimiz. Were olduğu üçün 1, 2, 5 C variantı cəm xəbərdir. Cəm xəbərinə işlənə bilən boss, all və some'dır. Of the scientists were. Of the scientists were. Were cəm xəbərdir. Cəm xəbərinə işlənə bilən 3, 4, 5 B variantı. 102-yə baxırıq. Yenə cəm xəbərdir. Boss cəm xəbərlərlə işlənə bilər. All bir də some işlənə bilər. 1, 2, 5 B variantı. Keçirik 103-ə. Bir dəqiqə 102-yə bir də baxaq. The visitors were delighted. Aha, düzdür. 103-ə baxaq. Of friends were. Were cəm xəbərdir. Cəm xəbərlərlə biz işlədə bilərik. 1, 3, 5 C variantı. 104-ə baxırıq. Of the bills has tək xəbərdir. Tək xəbər olduğu üçün samı və boss'u burada variantlardan çıxsaq, everində of-la işlətmirsək cavab olur D variantı. 105-ə baxırıq. The girls olduğu üçün 1, 3, 5 A variantı. 106-ya baxırıq. Yenə cəm xəbərdir were. Ona görə də cəm xəbərinə işlənə bilənləri götürürük. 2, 3, 5 B variantı. 107-yə baxırıq. Problems cəmdədir. Others'dan sonra, any others'dan sonra, the others'dan sonra isim gəlmir. Other sözü isimləşib, s qəbul edilərək ondan sonra isim gəlmir. Another'dan sonra isə tək xəbər gəlir. Cavab olur C variantı. 108-ə baxırıq. Uşaqlar, vacant seats. Seats sözüdür burada əslində cəmdir. Ona görə də ənazələri çıxırıq. Everydən sonra cəm gəlmir. Others'dan sonra isim gəlmir. Ona görə D variantı. 109-a baxırıq. Of var. Bir də was, tək xəbər var. Tək xəbər var deyə each və one'ı götürürük. 1, 4 A variantı.
110-a baxırıq. Of var, soldiers var, was tək xəbər var. Tək xəbərə görə bosu və olu variantlardan çıxırıq. Cavab olur 3, 4, 1 dəqiqə. One of, every'ndə of-la işlətmirik. Cavab olur 3, 5, C variantı. Yenə cəm xəbərdir. Cəm xəbərlə işlənə bilənləri götürürük deyə cavab olur 1, 2, üzr istəyirəm. Cavab olur 1, 2, 3, B variantı. Çünki digərləri somebody ümumiyyətcə of ilə işlənmir. Bir dəqiqə, çox qarışdı. Demək, of olduğu üçün somebody-ni of ilə işlətmirik. Çıxırıq variantlardan. Somebody of olmur. All və boss isə cəm xəbərlə işlənir. Yəni, burada götürürük 1, 2, 3, B variantı. 112-yə baxırıq. Were cəm xəbərdir və ofumuz var. Somebody-dən sonra törəmə olduğu üçün törəmələrdən sonra biz of işlətmirik. Cəm xəbərlə isə işlədirik 2, 4, 5-i. 113-ə baxırıq. Words isim var. İsim varsa bir də təkrar baxaq. There was a complete silence in the room. Otaqda deyir ki, tam sükut var idi. 2 dənə inkar qoya bilmərik. 2 dənə inkar qoya bilmərik. Otaqda tam sükut var idisə heç kim heç bir söz demirdi. Ona görə D variantı. 114-ə baxırıq. Cəm, giz sözü cəmdədir. Cəmlərlə işlənənlər 1, 2 və 3. 1, giz sözü cəmdədir. Cəmlərlə işlənənlər 1, 2, 3. Oxen sözü cəmdədir. Cəmlərlə işlənə bilənlər 1, 2, 4, A variantı. Nick has got 4 nephews but he doesn't see. Nobody'dən sonra of olmur. Somebody'dən sonra of olmur. No və some inkardan sonra olmur. Cavab olur 116-da Y variantı. 117-yə baxırıq. Cümlə inkardadır. İnkardan sonra ikinci inkar və sam olmur. Cavab olur C variantı. 118-ə baxırıq. Mən deyir ki, bəzi insanlara zəh vurdum, amma heç kim cavab vermədi. 119-a baxırıq. Has tək xəbərdir. Tək xəbərlə işlənənlər 3 və 4 B variantı. 120-yə baxırıq. Cümlə inkardadır. İnkardan sonra ikinci bir inkar və sam gəlmir. Anybody və yaxud da ki, any olur. Baxaq. I opened the door. Mən qapını açdım, amma içəridə anybody kimisə görmədim. Heç kimi görmədim. He looked attentive but didn't. İnkardan sonra some və no gəlməz. Cavab olur Y variantı. 122-də yenə inkardır. İnkardan sonra some, no gəlmir. Cavab olur B variantı. 123-də cümlə yenə inkardır. İnkardan sonra some, no gəlmir. Cavab olur D variantı. 124-də baxırıq. What isimdir. Anything və nothing ismin önündə gəlmir. Let me have some water. I am very thirsty. Deyir ki, mən çox susuzam. Onda mənə biraz su ver deyir. 125-ə baxırıq. I don't know. İnkardır. İnkardan sonra some və no'ları silirik. Cavab olur B variantı. Cümlə inkardır. İnkardan sonra some bir dəqiqə. 126-da cümlə inkardadır. İnkardan, couldn'tdan bilirik ki, inkardadır. İnkardan sonra ikinci bir some və no olmur. Və cümlədə she couldn't buy anything. O deyir ki, mağazada heç nə ala bilmədi. Heç nə anythingdir, any deyil. 127-yə baxırıq. Sides isim gəlibdir. Cəmdədir. Cəmlə işlənən bossdur. 128-ci testə baxaq. Banks sözü gəlib, cəmdədir. Ənazədən sonra cəm isim gəlməz. Azersdən və z-azersdən sonra ümumiyyətcə isim gəlməz. Sam z-azə olmur. Ona görə cavab olur sam azə A variantı. 29-da da eyni qaydada azersdən sonra isim gəlməz. Ənazədən sonra cəm isim gəlməz. Sam z-azə demirik deyə cavab olur Y variantı. 130-a baxırıq. Somebody, everybody'dən sonra of gəlməz. Və burada deyir ki, all və some insanı bildirdikdə burada cəm xəbər olur. Burada deyir ki, some of us learn English in our office but learns German. Amma deməli deyir ki, some of us bizim ofisdə bəzilərimiz ingilis dilini öyrənirlər, amma deyirsə, amma heç kim alman dilini öyrənmir.
heç kim öyrənmir deyə nobody-dən sonra tək xəbər gəlir. Cavab olur C variantı. 130-da oldu C variantı. 131-ə baxırıq. 131-də deyir ki, hər şey edildi insanları xilas etmək üçün. Heç kim əziyyət çəkmədi. O da A variantıdır. Məsələn, B-ni qoysaq, heç nə edilmədi, heç kim əziyyət çəkmədi, düz gəlmir. All insanı bildirəndə was olmur və all was-dan hər şey edildi. Hamı əziyyət çəkdi deyə bilmirik. Hər şey edildi, hər kəs əziyyət çəkdi yenə deyə bilmirik. Hər şey edildi, hər kəs əziyyət çəkdi. Məna olaraq bircə A variantı uyğun gəlir. İkinci 132-yə baxırıq. Xoşbəxtlikdən deyir ki, xoşbəxtlikdən deyirsə heç kim zərər çəkmədi. Nobody olar. Xoşbəxtlikdən deyirsə nobody deyə bilərik. Heç kim zərər çəkmədi. Digərləri məna olaraq uymur. Və A variantına, bir də daha doğrusu C variantına və Y variantının arasında qalırıq. Çünki heç kəs C-də və Y-dədir. Burada xəbər cəm olduğu üçün 132-də olur Y variantı. All the tourists, bütün turistlər xilas edildi. Xoşbəxtlikdən heç kəsə zərər dəymədi. 133-ə baxırıq. He believes there is no-dan sonra uşaqlar article gəlmir. Article olanları çıxırıq. No other way olar. Çünki others'dən sonra da way gəlməz, isim gəlməz. 134-də baxırıq. 134-də yenə no-dan sonra article olanları çıxırıq. Others'dən sonra isim gəlməz. Cavab olur Y variantı. 135-ə baxırıq. In the newspaper we saw that interested of gəlib. Somebody, everybody'dən sonra of gəlmir. Every'dən sonra of gəlmir. Törəmələrdən və every'dən sonra of gəlmir. Ona görə qalırıq D və Y variantlarının arasında. Some yoxsa something. In the newspaper we saw something. Nəsə görmüşdük. Ona görə də something. Digərində yenə some'ın mənası ora uyğun gəlmir. 136-ya baxırıq. I don't know. Mən deyir bilmirəm. Mən bilmirəmdən sonra some və no ikinci inkar, no-nu silirik. Çünki bir cümlədə iki inkar olmur və some'ı silirik. Çünki some işlənir təsdiq cümlələrdə. İndi baxırıq. I don't know everything. Mən hər şeyi bilmirəm. Mən heç nə bilmirəm. 1-4. N-nin yenə mənası bura uyğun gəlmir. 137-yə baxırıq. 137-də baxaq görək nə istəyir bizdən. Facts unknown to them. Facts cəmdədir. Ona görə ənazə olanları çıxsaq, others'dən sonra da isim gəlməz. Ya some ya any olacaq. The police couldn't find out. Polisdən sonra nothing gəlməz. Cavab olur C variantı. 138-ə baxırıq. Every'dən sonra of gəlməz. Every'dən sonra of gəlməz. Bu tərəfdə speaks deyir, danışır deyir deyə B variantı. Çünki all insanı bildirdikdə cəm xəbər speak olardı. Only students came. Not of them. Every of olmur. Every of olanları çıxırıq. Every'dən sonra students olmur. İkidən sonra cəm olmur. Cavab olur Y variantı. 140-a baxırıq. Every of olmur. Çıxırıq həmin variantları. Only some, every of olanlar. Hər iki tərəfdə of var. Burada da hər iki tərəfdə, burada da every vardı, burada da every vardı, burada da every vardı. Çıxırıq hamısını. Only some of the money was spent. Deməli, not all of it. Yalnız birazı xərclənib, hamısı yox. You can never know. Sən deyir, heç vaxt hər şeyi bilə bilməzsin. İki inkar olmaz. Burada never inkar sözüdür. Artıq cümlədə bir inkar var. İkinci inkar olanları silirik. Və inkar var deyə some olanı da silirik. Sən deyir ki, heç vaxt hər şeyi bilə bilməzsin. You can never know everything. Sən heç vaxt hər şeyi bilə bilməzsən. Həmişə there is always something. Həmişə nəsə bir şey var ki, sən onu bilmirsən. Cavab olur D variantı. Everything hər şey deməkdir. Mənası uyğun gəlmir. Həmişə hər şey var ki, sən onu bilmirsən. Yox, həmişə nəsə bir şey var ki, sən onu bilmirsən. Cavab olur D variantı. Jane didn't inkardı. İnkardan sonra some olmaz və inkardan sonra ikinci bir inkar da olmaz. Cavabımız nə olur? Jane didn't show me everything ya da anything. Mənə hər şeyi göstərmədi ya da there was that I couldn't see. Nəsə var ki, mən onu görmədim. Cavab olur C variantı. Alice didn't tell. Alice demədi. Some və no olanları çıxırıq. Ona görə də cavab olur B variantı. Every'nin mənası uyğun gəlmir. Alice deyir ki, hər şeyi mənə demədi. Hələ də nəsə var ki, mən bilmirəm.
Mary has a lot of pen friends. Everydən sonra uşaqlar of olmur. Xəbərimiz cəmdədir. Xəbərimiz cəmdədir deyə cavab olur D variantı. 145-ə baxaq. There are two foreign students in our group. One of them is from China. Bizim sinifimizdə 2 dənə xarici şagird var. 2 dənə. Və onlardan biri Çinləndirsə, yerdə qalır bir dənəsi. O da Vyetnamdandır. Yəni burada nə baş verir? Demək, others digərlər deməkdir. Bizim cəmi 2 dənə uşağımız var. Biri Çinləndirsə, digəri deyəcəyik, digərləri deyə bilməyəcəyik. Və dəqiq də artıq 2 şagirddir. Biri Çinləndir, yerdə biri qaldığı üçün, dəqiq olduğu üçün Z də dəqiqliyi artikeldaxı Y götürürük. Digəri də Vyetnamdandır. Can't frighten Steven, he is a fearless man. O deyir, qorxusuz adamdır. Onda onu heç nə qorxuda bilməz. No'dan sonra şu student gəlib, others'dan sonra isim gəlmir. No'dan sonra da article gəlmir. Cavab olur D variantı. No'dan sonra article gəlmir və no others'dan sonra isim gəlmir. A variantı. Of gəlib uşaqlar. Every'dən sonra of olmur. Xəbərimiz də təkdir. Xəbərimiz də təkdirsə, bizdə qalır each of us was able to catch the train, but we didn't have to wait for others one deyəmirik, isim gəlmir, another one. 150-yə baxırıq. The woman admired, demək, heyran oldu. Every'dən sonra cəm gəlmir, Ayzədən sonra cəm gəlmir, bunları çıxırıq. So she bought of them. Every'dən sonra of olmur, both of them. Onun ikisini də aldı. The lady admired chains. So she bought of. Yenə every'dən sonra of olmur. Və burada da götürürük ki, o deyir ki, hər ikisinə heyran oldu və hər ikisini də aldı. Sonra 152-də the novels were written by a well-known writer. Deməli, cəm xəbər olduğu üçün 2, 3, 4, B variantı. I have information. Information və burada sonda Ayza var. Demək cümlə inkarda olubdur. Nothingdən sonra information gələ bilməz. Çünki törəmədən sonra isim gəlmir. Ona görə no olub burada. There is butter in the fridge. Ayza. Yenə cümlə inkarda olubdur. Ona görə no götürürük. Anything'in olması üçün cümlə özü ondan əvvəl inkar olmalıydı. Some ola bilməz. Cümlənin sonunda Ayza var. Yenə any'ni qoymaq üçün cümlə inkarda olmalıydı. Nothingdən sonra isə butter gəlmir, isim gəlmir. Geriyə bir variant qalır, o da no. 155-ə baxırıq, yenə butter. Butter on the plate. Anything'i qoymaq üçün burada somethingdən və anythingdən sonra, törəmədən sonra isim gəlmir. Ümumiyyətcə, anything'i qoymaq üçün cümlə inkarda olmalıydı. 1-4 B variantı. You mustn't take documents from the table. Siz inkardan sonra ikinci inkar və some işlətmirik. Any'dən sonra documents olur, amma anythingdən sonra isim gəlməz. It was late, but we couldn't find. Cümlə inkardadır. İkinci some olmaz və ikinci inkar olmaz. Pronoun mix testə baxaq, qarışıq testlərə. We didn't know addresses. Deməli, uşaqlar, theirs, others'dən sonra isim gəlməz. Deyir ki, biz onların adresini və bir-birimizin adresini bilmirik. Cavab olur 2-3 A variantı. We don't know phone numbers. Bir-birimizin telefon nömrəsini, onların telefon nömrəsini bilmirik. 2-3 D variantı. Theirs'dən və others'dən sonra isim gəlmir. 3 iç azədə bir-birini deməkdir. Bizə lazımdır yiyəlik halda olsun bu cürə. Üçüncü, we did our best but were not able to help. Biz əlimizdən gələni etdik, amma kömək edə bilmədik bir-birimizə. Your olmaz, çünki yourdan sonra isim gəlməliydi, gəlməyibdi. Bir-birimizə kömək edə bilmədik. 4-5. Bir-birimizin bizə lazım deyil A variantı. Unfortunately, bədbəxtlikdən biz səhv başa düşdük. Yourdan sonra isim gəlməliydi. Bir-birimizi səhv başa düşdük. 4-5 Y variantı.
We couldn't see faces. Biz bir-birimizin sifətlərini görə bilmədik. Onların görə bilmədik. 1, 3, 5. Digərləri səhvdir. Theirs'dən sonra isim gəlmir. İç hazırsa səhvdir. They highly value help. Onlar deyir ki, bir-birinin köməyini yüksək dərəcədə qiymətləndirir. 1 və 5 cavab olur. Her help bir də 1, 3, 5 C variantı. 7-ci suala baxırıq. You should respect opinions, each other's opinions, their opinions. Demək, siz hörmət edəsiniz gərək bir-birinizin fikirlərinə və onların fikirlərinə gərək hörmət edəsiniz. Others opinions, digərlərinin fikirlərinə hörmət edəsiniz. One and others səhvdir. Hers'dən sonra da isim gəlmir. B variantı. 8-ci suala baxırıq. Countries gəlib burada. Business sözü gəlib burada. Demək, the new corporation plan to extend its business. It deyə bilmirik. Onun biznesini. Bütün ənazədən sonra countries gəlməz. Everydən sonra, içdən sonra gəlmir. Its business olduğu üçün D variantı. The new company tried to enlarge its output among some regions. Olar çünki cəmdədir. İçdən, ənazədən, everydən sonra cəm olmur. Its də olduğu üçün onun D-ni də çıxırıq. Of ilə every'ni işlətmirik. Both of, each of, has olduğu üçün both'u da çıxırıq. Each of the countries has done its best to keep its best. Onun əlindən gələnini edir. It is yox, its best. Of ilə işlənməyən every'də çıxaq. Has olduğu üçün both'u da çıxaq. New design at the international trade. It's new design. Y variantı. The crossword was so complicated that nobody could fill its blanks. Heç kim o qədər deyir ki, çətin idi ki, heç kim onu doldura bilmədi. Onun boşluqlarını doldura bilmədi. 13'ə baxırıq. The puzzle was so difficult that no one its olur. Its isim gəldiyi üçün onun sözünü qoyuruq bura. Enjoy deyir uşaqlar. Ona görə somebody enjoy deyə bilmirik. He enjoys olardı. Somebody enjoys olardı. Company var. İsim var. D variantında each other's company olar. İsim gəldiyi üçün yəlik halda olmalıdır. Twins usually wear. Bir-birinin paltarlarını geyinir bu twinlər. Əkiz demək, ona görə də A variantı olur. Bundan sonra cəm olmaz. One and az olmaz 2 nəfərdirsə. 2 nəfərdirsə hers də olmaz, isim gəlmir ondan sonra. No'dan sonra article gəlmir. Article olanları silirik. Ən azən tərkibində də bir article olduğunu düşünürük. No other necklace is so expensive as yours. İkinci tərəfdə də isimsiz lazımdır. Yours isimsizdir, your isimlidir. No'dan sonra article olanları silsək, no azə qalır. İkinci tərəfə də article isimsiz qoysaq, Y variantı. 18'ə baxırıq. Send this letter, bu məktubu ona, kişi cinsi olduğu üçün him olana baxacaq. Məktub isə təkdədir. Stopped for a while to eat. Every stopped deyə bilmirik. We stopped for a while to eat something. Biz dayandıq nəsə yemək üçün. Has to. Z'dən sonra üz üstə modal feildir. Təkrar baxırıq. Has to make a report at the meeting. Has to make a report. Has to make a report. Report məruzə hazırlanmalıdır. At the meeting görüşdə götürürük 1, 3, Y variantı. No other house is as popular as isimsiz olan B variantı. Bura isimsiz lazımdır. Yenə isimsiz lazımdır. D variantı. Çünki isim yoxdur. Things təkdir deyə onları çıxırıq. Part is boring, but I think it is great. Mən düşünürəm ki, o möhtəşəmdir. It is great. It's onun deməkdir. Burada da isim yoxdur. Considers təkdədir. O olanları çıxırıq.
It is boring olan C variantıdır. Mr. Green has told me all the news and I am going to tell you. Every'dən sonra of işlətmirik. All the news sayılmır deyə zem olanı yox, it olanı götürürük. The reporter's article was so interesting that hardly. Artıq cümləmiz inkardadır. İkinci bir inkara və sama ehtiyac yoxdur. Yəni hardly varsa bu cümlə artıq inkardadır və ikinci bir inkara ehtiyac yoxdur. The reporter's article was so interesting. Məqaləsi deyir, çox maraqlı idi. That hardly çətin ki deyir, kimsə onu oxumağa etiraz edə. Onu oxumağa etiraz edə A variantı. Policeman cəmdədir deyə cəm olanları saxlayırıq. Bravery təkdədir deyə A variantını saxlayırıq. Supervisors instructed of the girls to write own essay. İsim gəlib, isim istəməyənləri çıxsaq, every'dən sonra da of olmur, cavab olur A variantı. 29'a baxırıq. The editor told every of işlənmir. Hers'dən, there'sdən sonra isim gəlmir, Y variantı. I'll try on other shoes. Bunlardan sonra shoes gəlməz. Something, anything'dən sonra gəlməz. This təkdir, cavab olur C variantı. Jack, put on your other trousers. Yours olmaz. Və ikinci tərəfdə də cəmdir deyə təkləri çıxsaq, your dedik, sənin, B variantı. The old man lived alone. There was demək, eynivan olması üçün cümlə inkarda olmalıydı. Tənha yaşayırdı. Onun qayğısına qalmağa heç kim yox idi, götürəcəyik. Onun qayğısına qalmağa heç kim yox idi. Look after him. 33'a baxırıq. Coming late. Coming late. Gec gəlməyim mənim ya da onun. Gec gəlməyi. Every'dən sonra of işlətmirik. Uşaqlar, cavab olur C variantı. 34'ə baxırıq. I made up my mind to go on traveling with Lily. Someone can make mine deyə bilməli. Can make me or nobody can make me change. Hers'dən sonra decisions deyə bilməlik. Mine'dan sonra da deyə bilməlik. Qalırıq B və D variantları. I made up my mind to go on traveling with Lily. Nobody can make me change my decision. Cavab olur B variantı.